Herkese namaste, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Video için başlamak kanalda istemem açalım. Ne olabilir? Videom ben sana hakkında dersi temsil ederim. Kanalımıza her birisi götürüm. Burada seminler ve kriptovalyutalar hakkında şəxsi alışlarımı, şəxsi analizlərimi, yəni xəbərləri və sairə paylaşıram. Müzakirə qrupunda da bunları müzakirə edə bilirik dostlar. Hər birisi gözləyirəm. Linkli şərhdə olacaq. Yəni video keçib bugünkü videoda dostlar bir səhmdə alış yerini necə təyin edirik bu haqda danışacağım dostlar. Bu bir neçə faktora dayanır bu alış yerini təyin etmək. Bunu səhm üzərində nümunə şəklində göstərəcəm. Mesela Iron Limited də gətirir. Deməli ilk öncə dostlar, səhmlərdə alış yerini təyin etmək üçün iki deməli əsas yönə diqqət yetiririk. Birincisi fundamental vəziyyəti, ikincisi texniki vəziyyəti. Fundamental vəziyyətinə ona görə deməli fikir veririk ki, burada finansala gəlsək, burada görərik, gördüyünüz kimi dəyərləmə bölümü var. Burada FK və PS səviyyələr var. PS yəni price to sell, FK-da ümumi texnoloji yəni şirkətin səmin texnologiyasına uyğun olaraq dəyərləndirməsidir. PS-dəki satış başına dəyərlənməsidir. Yəni FK-sı gördüyünüz kimi 143-dür, yəni yüksəkdir. Ortalama texnologiya şirkətlərində FK səviyyəsi 20 ilə 60 arasında normal hesab olunur. Destek 143'dü, ona göre yüksəkdir. Lakin bu səviyyələr çox da ola bilər. Necə çox ola bilər? Əgər ki, şirkətin bir hekayəsi varsa, yəni nə mənada hekayəsi var? Şirkət, məsəl üçün deyir ki, biz 2029-cu ildə 100 milyard gəlirə çatacağıq məsəl üçün. Məsələn, belə bir hekayəsi var. Gördüyünüz kimi, məsələn, Iron şirkəti, Iron Limited şirkətinin hal-hazırdakı gəliri 500 milyondur və şirkət deyir ki, biz 2027-də 2 milyarddan hətta 3 milyarda yaxın gəlirə çatacağıq. Bu da hardasa deməli hekayə adlana bilər. Həmçinin xalqa açıq səhmlərin sayı az olanda bu hekayə daha çox inandırıcı olur. Həmçinin dediyim kimi həm gəlir baxımından hekayəsi güclü olanda, həm texnologiya baxımından güclü olanda bu FK price to sell səviyyələri o qədər də tam önəmli olmur. Və başqa fundamental vəziyyəti nədir? Başqa fundamental vəziyyəti ümumiyyətlə gəlirdədirmi? Yəni alış nöqtələri, yəni çox zaman səhm başda gəlirdə olarkən daha uğurlu sayılır şirkətin alış edilməsi. Məsəl üçün Iron'da da hal-hazırda gördüyünüz kimi yüksək səviyyələrdən düşüş var. İndi yenidən toparlanma var. Lakin bu bilinmir davam edəcək ya yox. Gördüyünüz kimi səhm başda hələ də mənfidətdə. Bu əgər ki şirkətə ziyan vurursa, yəni borclarını artırır, maliyyə vəziyyəti pisləşdirirsə, bu zaman səhmin alış nöqtəsini dayandırmaq olar, yəni əldə alış etməmək lazımdır. Lakin yox, görürük ki, gəlirləri artır, maliyyə vəziyyəti sabitdir, borcları azdır. Bu zaman fundamental olaraq müsbət qiymətləndirilir təbii olaraq. Yəni səhm başda xalis gəlirə çatmasa belə, maliyyə vəziyyəti yaxşıdırsa, yaxşıdır, yəni başqa söhbət olmur. İkinci dediyim kimi, texniki vəziyyətini qrafik üzərindən sizlərə izah etməyə çalışacağım. Gördüyünüz kimi dəstək və direnç nöqtələri var. Dəstək direnç nöqtələri əsasən paralel şəklində eyni nöqtələrdən başlayır çəkilməyə və dəstək nöqtələri o deməkdir ki, alıcılar harda toplanıb, yəni hara qədər düşəndən sonra bir geri dönüş gələ bilər səhmdə, hara düşəndən sonra bir yenidən yuxarı trend gələ bilər və yaxud harda qırılanda daha da aşağı alış nöqtələrinə çata bilər. Dəstək direnç buna görə çəkilir, bu qrafik analiz buna görə edilir. Və təbii satış nöqtələri və alış nöqtələri də edir. Gördüyünüz kimi burada iki təpənin ikisində də satış verilib. Birinci təpədə məsələn 63-61-dən o saat qayıdıbsa, ikincidə biraz da qırıb 70-94-ə qədər irəli. Biz bunu əvvəlki satış nöqtələri olaraq seçə bilərik. Niyə? Çünki deməli maliyyə bazarlarında dostlar əsasən retail investor və institusional investorlardan başqa deməli müxtəlif maliyyə botları da var ki, bunlar da qısa müddətdə ticarət edirlər. Yəni xəbər yönümlü edirlər, yüksəliş trendi yönümlü edirlər, əsasən xəbər yönümlü edirlər və nəticədə deməli bu trendləri biz də tutmağa çalışırıq və bu maliyyə botları əsasən uzun müddətli alışlar etmirlər, qısa müddətli alışlar edirlər. Daha doğrusu qısa müddətli pozisiyalar açırlar və nəticədə uzun müddətli olaraq bir rol oynamırlar. Lakin qısa müddətli bizim satış nöqtələrimizi və alış nöqtələrimizi təyin etməkdə köməkçi rolu oynaya bilirlər dostlar.
Belə, bugünkü video bu qədər. Ümid edirəm maraqlı oldu. Çalışdığım qədər qısa və effektli çəkməyə çalışdım. Sağ olun, salamat qalın. Video məni sağ bilərsiniz. Kanala hələ abunə ola bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.